Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımsa o da edilib bugünə qədər və ediləcək. Və Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən 100 milyonlarla manat vəsait ayrılıb. Yəni bu olmasaydı, təbii ki, bugünkü bax bu inkişaf edən və abad Naxçıvanı da biz görə bilməzdik. Ancaq biz hər zaman daha yaxşısını arzuluyuruq, daha yaxşısını istəyirik.